Bəs efirlərimizi necə izləyirsiniz orada, burada? Aaa, Televiziyanı izləmək şansınız varmı? çox vaxt olmur məndə. Yoldaşım çox izləyir. Bəzi şoulara baxır, konsertlərə. Bəyənir? O Çox da yaxşıları görür. O da yaxşıları görür, bəzən görür neqativləri də. Bəs təəssüf eləmirsiniz ki, biz axı Azərbaycanlıyıq, niyə bu qədər dəyişdik? Niyə adət-ənənələrimizi itirə-itirə gedirik? Niyə o babalarımızın, nənələrimizin bizə miras qoyduğu bir çox Azərbaycana məxsus, Azərbaycanlıya məxsus xüsusiyyətlər var ki, onu itirə-itirə gedirik və bunu efirlərimizdən göstəririk. Biz əvvəl bir çox məqamları xarici verilişlərdə, xarici kanallarda görürdük. Bu gün çox təəssüflər olsun ki, artıq Azərbaycanımızda da bunu görə bilirik. Bax, bu sizi təəssüfləndirmirmi ki, niyə bax belə olduq? Məncə tək bu Azərbaycan deyil, bütün dünya üzrə bu. Həm texnologiyanın inkişafı, həm bu internetin olması. Dünya küçük, balacalaşıb. Şimdi hər bir şeylə bil ki, Amerikaya zəng eləyin, görüntülü konuşa bilərsiniz. Əl çatan olub, hər bir şey. İndi bir tıkımla telefonda siz 1 milyon adama mesaj göndərə bilərsiniz. Ona görə bütün dünyada dəyişir. Məsələn, biz baxsaq, Türkiyədə aynı şey olmuş. Məsələn, Yaxın Şərqdə. Bu inkişaf, texniki inkişaf, texnologiya bu insanlara da təsir etmiş.